Kanalda podcast'ı başladık. Kimler boladı bu podcastımızda desek? Lüboy adam boşu mümkün, bloggerlar boşu mümkün, sanatkarlar boşu mümkün. Oyuncular aytamız. Instagram'dagi Gözelim official obrazı bilen hayatdagi güzel ikisi bir xilmi. Men onu blogger emas, vannerman o'zi. Men ersiz xatoga ketdim. Hozir moment. Men ozgina qattiq o'ynamayman lekin. Davay deyveraman lekin. Qo'y, sezadi. Yo'q. Nima narsani muta reklama etib bergan bo'lar. Borajakimiz o'zi 2 metr yer. Nima taradingiz blogger bo'lsadi? Buni massajxonalar tam ketmaydi. Nima aytdim men? Necha so'radingiz? Hech qachon ajrashmanglar, hech qachon. Уже ayol kishi ajrashdim, ko'chaga chiqib ketadi. Men 100% zubtoy hozirgi odamlarning usti toza, ichqara bo'lib ketgan. Bizning akam men 11 yosh vaqtimda ketib qoldi. Men uverimman hozir olajak javobimni. Go'zal. Otanızdan mehr olgandan keyin ko'chadan mehr qidirgansizlar. Erkakni bir marta xiyonatdan kechirib qo'ygan. Erkak chiroyli bo'lishi kerakmi yo ko'p pul topishi kerakmi? Zo'r savol bo'ldi. Jivellidagi semmani baxtlatib desa bo'ldi. Bugun oila temasida sizlar bilan suhbat etamiz. Eringiz qarang, yuntiring, gintiring, oyoqlarini massaj eting deb o'lgayman men. Geçirish oqsatmi yo unutishmi? O'ylantirib qo'ydi qo'ying. Bugun yuragingiz bandmi? 1 milliard so'm evazini 1 yil Instagramga girmay qo'ygan bo'larmi? Sizningcha ayol ko'proq sevadimi yo erkakmi? Erkak javob sevadi. Ruslarda bir gap bor. Два дебила это сила. Ben Gözel'le topoya çıkaracaktım. Yok da lekin Gözel'le bir turgan cevaplarına resmi oylanıp kapıdırtma. Ben bu bilan bana qarang. Assalomu alaykum. Bugungi podkastimizning birinchi mehmoni Gözelim official. Kanalda podcast'ını başladık. Kanalda podcast'ını başladık. Birinchi sonimizning mehmoni Gözelim official. Assalomu alaykum. Davay siz başlasın, ben mehmon bo'laman. Shuni demizmi? Voy. Şöyle ham qo'yib beraylar, o'zi zapis bosilgandan to'g'ri qo'yib beraylar, qirqib o'tirmang. Ya, cho'ni telefon etmang. Cho'ni telefon ettir. Va qirqimiz biz hammani qo'yamiz deb qo'yda chiqaring. Men podcast boshladim. Daritaldagi bola endi YouTube'da. Bizning YouTube kanalimizda PP, ya'ni Prosta podcast. Bugungi podkastimizni birinchi mehmoni hamma ham ma'lum va mashhur bo'lgan, hamma yaxshi ko'radigan, hamma sevadigan deb tasaymi? Ayting. Gözelim official. Birinchilardan bo'lib turib, yaxshimisiz? Yaxshi keldingizmi? Rahmat, shukr. O'zingizni chiqsiz, tiklanchi xormon. Rahmat. Har doim gidin. O'zi aytar edim-ku, podcast boshlasam birinchisini chaqiraman deb yozdim. O'zi ideyasini ham go'zal bergan menga. Rahmat og'a, xudo xolos aytdim-ku sizga. Zo'r bu odamman. Avval qizlardan intervyu oladigan Instagramda rubrikamiz bor edi. Ana shunda go'zaldan intervyu olgan vaqtimizda aytadi. Podcast eting o'zi deb. Shundan qish vaqtida shu bolada tushadingiz vaqtda. Shundan meni o'ylab kelib. Bu meni cho'zalar edi. Ya'ni nodir bo'ldidan yo'lda borayotirganda telefon Go'zal, davay tushiramiz. Qachon? Oqshom gaplashdik. Davay ertaga. Hech narsa tayyor emas. Bu yerga podkast qo'yib berdik. Shu zo'r bo'ladi shu qayta. Tella, minnet. Men просто shuni chiqarasiz, deb giringlashib o'tirasiz. Zato сразу xomi ham chiqdi. Xina, gördingizmi? Darital paxta yoqlari. Bunda o'xshagan Darital paxta yoqlari go'ydirilgan ishsiz. Baxtiyoram murojaat etaverasizlar reklamamizga. Reklamada mazkur gapdan haqiqatdan zo'r narsa. Boshlagandan mana o'zim reklama etib o'xshaydi bu narsani. Go'zal, nechiksiz? Chotki. Ijodlar bilan xormin. Hissalar bilan xormin yuribsizmi? Hissini aytmang og'a, hissim yondirib turibdi. Yondirib turibdi. Uydan chiqmayapsiz? Конечно. Oppoq bo'lib ketdi bugun Go'zal. Siz ham shuningku. Men ham yarim oppoq. Bilganning qarab, ikimiz ham oppoq kiyinibmiz. Asa o'zi nechun PP, nechun prosta podcast desak, prosta gaplashib o'tiramiz. Конечно, dildan suhbatlashamiz. Savollarimiz bor. Sizni ichingizdagi gaplarni chiqarib bilmay turgan gaplaringizni, odamlarni qiziqtirgan savollarga javob topishga harakat etamiz. Kimlar bo'ladi bu podkastimizda desak, lüboy adam bo'lishi mumkin, bloggerlar bo'lishi mumkin, sanatkarlar bo'lishi mumkin. O'yinchilar ham aytamiz. O'yin bilmayman, o'yinchilar aralashim mumkin. O'yinchilarim kelsin, mana obязательно kommentariyada yozib qo'yinglar, kelsin desangizlar, chaqirib beramiz. Bizdan ne ketdi? Qaysi o'yinchini ko'p atmet ketsalar shu galadan. Kim atmet ketsalar, shuni chaqirib beramiz. Prosta dildan suhbat qurib o'tiramiz. Hech qanday bir chuqur ma'no qidirib İbratam qidirmanglar. İbratam qidirmasinlar. Tamam. Ya mелочь o'zlari ilishib o'tirmaslar. Asosdan savollarimizni boshlayveramiz. Birinchi o'zi menimcha odamlarga qiziq bo'lgan narsa Instagram'dagi Gözelim official obrazi bilan hayotdagi go'zal ikkisi bir xilmi? Конечно. Chunki men videolarimda постоянно bilsangiz pozitivniy, uning настроенiyada yuraman-ku. Men odamlarga bir
Baxt ulaşasım gəledi. Misal, həmmə нәрsə şu baxta modellikdə qoydu. Lakin də çikolanı bir-birlədən bu niməz? Həzət başlaş gərək. Instagram misal görgən bolsaz videolarımı, mən də onun qısılışma, başqa onun roliklərim yox. Həmmə oxş pozitivni, qaynana gəlin, ərxatın, ailəvi tema şunun. Nüçün özü imенно Vine yönəlişinə getdiniz? Vay, çünki mən aktrisaçılıqadım qısqanmam. Mən onun bloger emas, Vaynerman özü. İyi aktrisa. Ya kameranın əlində mən improvizasiyalar etib şu kameranın əlində işləsim gəldi mənim. Misal Smaytas, davay gözəl mən bir obraz çıxarıb berdidilər. Mən şu obrazı şurada moment çıxarıb bərəmə. Misal yığla davay balan ölüb qaldı estağfurullah. Balan ölüb qaldı şunun üstünə oturub yığla dedim. Misal kino düşdüm. Oturub mən şunu çıxarıb bərəmə axı dərd bilən. Lakin əgər çözülüb getdi mən gərək. Yok. Zor. Şörün de Lüboy obrazı çıkarıp veremem de tuttu. Ben biraz yüzüm kattı, biz bitmen. Sırası ben size sorayım ha şörün de. Davay ben size bir obraz veremezdim. Güzel içip otururken versiyonu spirtli içimlikte boylamanla yağ içip oturttu. Da İtalyalı. Ölgeyim ben. Erten görmese izlemem. Hop, obraz veremezsin. Eğer işten gelen hatın erinden altına ya bulmasa taza giyme ne o kadar normal pul alışı gerek. Hə, ərindən pul atmış. Erinden pul alışı gerek. Erazi işten gelip oturttu. Aslında imdat evret durup yani yaxşı yapla bilen pul alışı gerek. Ben ersiz hatır daha gittik. O haz moment. Momentinde. İşten geldiniz. İşten geldim. Ne yapıştı? Mantı, göçlü mantı pişirik koydum ekesi büyün. Aylık kaldı sıkayın doğrum. He, derim aylık tep kaldın. Havin dağı ekesi karandan, hemme çıkanların bakayın, altılan süpürttüler, brilliantlan, şunu butikladan ginediler. Ben bir çar oturuşum akaran, ne dırnak zöttüremem, ne kiprik koyduramam. Ekesi, şu deseyiz muhabir. Az gına bir $500 dedim, pul berttirin. Az gına $500 O değil. öz az gına köpemez. Güzel hep tep olmadı ağanına $500. Yaxşı nişətəsək, ekesi təşkillərimi çıxıdırdı, biləsiz ki, bərəsin, mantılan pişirib qoysam, gəlsəyiz öylən taxlaq qoysam, nə o desəyiz müxayə etsəm, mənin əyalı jalkamı $500. Ballanı qarasam, kirlərini yusam, üstü başçızını appak ətdik qoysam, açkiləri izə qaran, açkizdə bir dana dağam yox axır. Uyat axır, uyat. Niyərə barin. Bərəsin. İsa, ver. Veremem. Karta taşıma. Ha, bu maptu. Səbər bolar və izlə öylən gəllər babı qaranlar. Yamaq getire getdi. Başda yaxşı ondan bardan oxşar müdürgandan keyin ya az qana qaz verməyə başladı. Zor improvizasiya. Acayip. Şu improvizasiya oxşan bolsa bizə kommentariyada yazıb qaldırınlar. Like bas qoşun unutmağınla YouTube'da şunu deyin. Eken. Komment yazınlar, like basınlar da baytıp bu şey geldi. Ting çıkartırlar ka. Güzel. Çekməkdən mənə bloger. Paşisi 3 yıl oldu xışıdı. 3 yıl oldu. Şu blogerçilik size vaxt geldi mi ya nabarot məşğulluqdan arkasından mamala payda buldum? Yox ağa, zor savab oldu. Bu blogerçilikin arkasından mən qayta baxtlı oldum. Nə üçündən? Yaxşı dostlar artdırdım, danış biliş. Çünki danış biliş heç qaçan xalq tətmiddən iyi yaxşısı. Səylən qaldı yanımda qırı. Aşının vaxt gəldi. Yine misal bilen danıştım. Bu mükemmel bilen danıştım. Güzel ben bilen danışkandan baxtlı. Da özüm hem baxtım o bir şey. Gündə baxtım. Hiç kaçan kısılım ben. Gündə bax. Acayip. Da. Acayip. Zor lekin. Po ideye baku aslında adamlar bir нәрsə badan. Ne o kadar erişsen baxtlı bolaman diyen нәрsə badan köpçilikdə xəyalda bu xataku. Hazırki momentdən baxtlı bu başlaş gerek. Bugün azanda gözümüzü açıp uyğandık mı ucu baxtdan, turup yürüp bildik mi ucu baxtdan, doğru mu? Özlerimiz turup grubu etip aytkanda baniyaya girdik mi, yunduk mu özü baxtdan. Gözünüzün açqanız ucu baxtı. Da, ne o kadar. Həməs Allah'tan. Tam iki dazda öyasan baxtlı bolaman, tam maşinasan baxtlı bu. Yok da ya sevgenim erişsen baxtlı bu. Hiç kaçan. Sevmengle. Sevmengle. Kuy, sevgi temasına hələ kiyerek giremiz filan. Öyle temalara, sevgi temalarına kiyerek обязательно giremiz. Baxt yarağam beni azaplayacak şeyin. Nana. Ya başına 40 polina da öyle bana karşı. Baxt yarağam beni azaplayacak şeyin de başına adam buldu podcastımıza. Direktinize gelədon en g'alati esimizler. Yani onun canından tuttu sıkayın bunu. Ben direktima gelədon g'alati narsalar dostlarımdan gelen gülgülü videolar. Dım şana verin içim katık kaladı. Çünkü ben onu gemgin, uğraş, muhamet etmiyorum. Üniversiteye gelmeyeyim? Hiç. Tamam.
Numerini tasaba Dubay'a apart geleme diyenler. Bu nille ağa zaprosum açıp beramen hazır. Men git turmuşga çıkayım. Men sizni baxtli qilaman. Men sizni Vietnamga boraman. Men sizni Baliga boraman. Yo'q, Balin shidağı, ina oturuşumuz Bali bizani. Gerekmi daxma universitetlar. To'xtami dag'ay. Вообще, telefonumu beraman Instagram'a girip göreyim. Zapros bir 100 ming ötüp ketadi zapros Xudoy. Ina 4 telefonum. Hiç açma. Da ishonaman. Blogerchilikdan boratarmiz, shundan ketaveramiz. Ne narsani muta reklam etib bergan bo'lar edingiz. Ne narsani? Misal, ina siz biznesmensiz, doğru agay? Siz hamma bu sermayangizni shu biznesga dikdingiz misal. Xo'p. Dan size reklama zarur. Baribir bilasiz. Biznesda hamisha marketing birinchi o'rinda. Lekin sermaye yo'q reklam ettirmaka. Lekin iç-içizden reklam ettirasiz. Siz zakonniyatdingiz hamma narsangizni. Kimman chiqasiz uka? Shuni reklam etib berdi. Shu toza boshlagan biznesmenlarni reklam etib berardim muta. Tanisiz bo'lsa. Yo'q. Shujoy bo'lsa. Shujoy bo'lsam. Qarang lekin ko'p yozadilaringiz. Yozaversinlar bemalol. Axı men pul uchun emas-da. Men yaxshi ko'raman o'zim karim. Pul menga muhim emas. Umuman. Maaş hazati men tomonidan birova manfaat desa men xursand bo'laman. Shu gap to'g'ri lekin fakt yana men o'zim yo'q. Necha marta go'zal bilan syomka etgan bo'lsak, hammasida go'zal ishini syomka borib tushib bir ketasizmi desa, bo'ldi, odam kelib tushib bir ketgan birsidan pul haqida umuman gaplashgan emasmiz. Yo'q, aha, men qarang sizga bir gap aytaman-da. Yana agar pul muhim bo'lsa, deraversin bechora Islom Karimov. Gördingiz ahang. Shunchalik bir O'zbekistonni tutib o'tirgan odam. Hamma narsasi bor odam. Hech o'zi zarur emas. Lekin qarang, aytib bildim shu narsalarni. Borajakimiz o'zi 2 metr yer. Lekin pul deb dalashib bo'ladilar. Unda desa, palancha desa, yo'q, u nimasmi? Hazzatib yo'q. Chunki men uchun pul birinchi o'rinda emas. Shu narsani, shuni ish qil. Aytib beraman muta. Misal. Yo'q, men narsani yaxshi ko'raman. Misal, bu Instagram menda yana 115 ming odam bor. Endi siz tasavvur etinglar, bir to'yxona odama, bir to'yxonadan necha odam sig'adi? 500-600 maksimal 700 odam sig'adi. Mendan necha to'yxona odam bor Instagramimda. O'zlarimiz ham og'a yo'qchilikdan chiqqanmiz. Floranib chiqmanmiz-ku. Shuning hammamizni borar joyimiz bir dalashmang. Navshatlaringiz bloger bo'lsadi? Meni stilist bo'lman. Ha, salonchi bo'lman da. Shunda misol ko'p odam misol shu videoni ko'rib, mendan g'alva o'zi biladi. Unda pul uchun ishlamayman, yaxshi ko'rganman. Misol bir narsani yaxshi ko'ramanmi? Hech qachon pul bilan o'lchamayman. No narsani umuman reklama etmagan bo'larsiz. Sezon bersa ham-da. Spirtli ichimliklarni, massajxonalarni onya, nima desam ekan, resto barda bo'ladi-ku, kalyanxonalar. Neladum ko'p chiqadi-da. Lekin axir reklama lounge barlar. Lounge barlar chiqadi. Uzrdan men u narsalarga to'g'risi gap topib net chekim yo'q, lekin men yo'nalishim emas. O'zingiz reklama etmaysiz, bu sizning qaroringiz, haqqingiz bor. Da. Doğru. Lekin men yo'nalishim emas. Shunday narsalar. Men shu oddiy misol kiyim-kechak, jenskiy narsalar, ishlab chiqarishlar, misol, shunday brendli narsalar, lekin buni massajxonalar tam ketmaydi. Nima aytdim men? Doğru aytdingiz. Yo'q, menda ham shunday. İçimlik, çekedon narsalar, ya'ni nelar, massaj yetmaydi. Lekin nima ko'p chiqadi shunday nalar. Keyin kreditni yana narsalar bor. Masalan, men yaqindan chiqdi yo'q. Ava. To'g'ri kelmaydi dedim. Doppa-to'g'ri. To'g'ri kelmaydi dedi. Ana endi hamma kutganga keldik. Bilamiz. Go'zal, avvalam intervyu olganmiz sizdan. Oilalimisiz deb so'ragan vaqtda ajrashganman deb deysiz. Da. Necha ajrashadingiz? O'zi erim bilan kelishmayapmiz biz. Lekin qaynonam, qaynotam zo'r. Bo'ldi zaman bo'lgan oltin odamlar. Hozir ham yaxshiman. Assalomu alaykum. Yaxshi ko'radilar, men ham yaxshi ko'raman. Prosta erim bilan endi yosh bo'lamiz ahunda. 19 yoshman, 20 yoshimda turmushga chiqqanman men. 21 yoshimda tug'ilganman. Keyin shu onimni bola tug'ilgandan keyin stressni deb dim yosh bo'lamiz. Bizda oila tushunchasi bo'lmagan axir. Dim yosh bo'lman. Shuning uchun erim bilan dim kelishib bilmayman. Erim ko'prashib ketadi axir. Shu vaqtga qaytib kelsangiz hozir. Shu kelishib yurgan vaqtingiz lekin hali ajrashmansiz. Kelishib ketib bilarmidingiz? Yo ajrashgan bo'larmidingiz? Yomon yeridan. Endi oila muqaddas, oilani asrash kerak, avaylash kerak. Balki men qonimda ziminiy natijalarga erishmagan bo'lar edim. Oilamda qonimda misol erim bilan yashab yurgan bo'lsam, men vajlarimga erishmas edim. Endi bilmayman, u gapim bilan ne diyecekim yo'q. Oila muqaddas, no bo'lsa lekin chidash kerak. Balki bundan ham zo'r bo'lib ketadi. Xudo biladi-da. Lekin yo'q, hozirgi hayotingizni tanlagan bo'lardingiz baribir. Da. Lekin yaxshi ko'raman. Anam bilan.
Kimmi? Kaynamı. Ha, kaynata. Balçımı da. Yaxşı. Ya kaynasa yamanlab oturadi köp gelirler da. Yo'q. Hali ajrashman, bir yasha bir gelirler, ama hayran qalaman şun yerlerde. Ben de istik qazan. Yo'q, menkiler altın bu emas. Ajrashajak bu birgenler. Ajrashish arafasida durgan gelirlere tavsiye bering. Hech qachon ajrashmanglar, hech qachon. No bo'lgan taqdirda oilani saqlanglar. Misol farzandlaringiz bo'lsa, qiyin narsa ayol kishi, ishonaveringlar, ajrashib baxtli bo'laman deb o'ylaydilar. Virtual hayotga qaraydilar, Instagramga qaraydilar. Men red flagman, menda mashin bor, ajrashib uy oldim. Yo'q. Hech qachon ham yumshoq non turganda katta nonni tanlamanglar. Bo'ldi, men shu tavsiyam. Həzə tip ərləriz bilən baxtlı olub oynab gülüb yaşanlar. Heç qaçan ajrashish degan narsani o'ylamanglar. Uje ayol kishi ajrashdim ko'chaga chiqib ketadi. Men 100% zubday, yo'q, men aqlli bo'lib o'tiraman, men apam uyida o'tiraman. Hech qachon. 1 oy o'tirarsizlar. 2 oy o'tirarsizlar. 3-chi oy uje qarindoshlarga gap so'zi, tutovushdi. O'zim ajrashib ko'rganman. Shu ajrashmanglar. Oila muqaddas. Rastlanam. Misol boshqa gap so'z aytib boshlaydilar, keyin yesemem ağzım kan, yemesem ağzım kanında ekende durup bastan hareket, düzene bastan geçişim ki. Ne basam çıdaş gerek lan baxtara. Misal, bunda etdim, bunda etdim, özünü əppərmədi. Çünki hazırki ayollar yamanlayacağım yo'q, Xuday yamanlayacağım yo'q. Özüm hem şunuyum mən, doğrusu aytıyorum, mən açıkça gəpliyim. Instagram görüp oturarlar, video kellesi bızıladı da, misal, gül gələdi ərindən, məniki bərmiydi ku deydi. İnsan sana bakıp oturttu misal. Sen balan üçün yeyiş, içiş, pampers, kaşa, özüne giyim geçerin. Bu middan nersen işanmasınlar. Umuman. Misal gül geldi, erini bücretine karış gerek. Şunda uğruş bu midde erini düşünüş gerek. Misal büyün geldi, hundek geldi, harik geldi. Sen hezet oynayıp gülüp kütüp al. Vaxt seti geldi, gülünəm alasan. Baxıl hayatına mı geçirəsən? Şu üçün aşın yeni. Virtual hayata işanmanlar. Xuday. Yani Instagramda gül geldi, altın geldi, Maldiv apardı. Yok. Həzət şu üyün kaşanan Maldiv sana. Balların sağ, ailen büt, kaynata tam doğuşkan işgal başın yağı. Aytadı ki bir öyünü aynasını eldinde gül durttu degeni, sen de bakar degeni emas. Doppa doğru. Misal siz mənim hayatımı hep geçirişimi bilmək istiyorum. Lakin siz mən Instagramda baxlı yürüyenimi görəsiniz. Misal sen şunun, sizler eminəm, misal hiç kim adamın içinde ne bu turğanını bilmir. Sen de ne bu turğanını bilmir. Конечно. Şu üçün baxlı yaşaman dediler koyun, baxlı yaşasın birinci qaydası hiç kim bilen işiniz bulmasın. Hiç kaçan buraya karab körpen yakma deydi ki, şu gep toppa doğru. Hiç kim bilen işiniz bulmasın, özünüz misal turdunuz azanda. Turup baxlı hayat, misal addi şu stakandaki sudan baxt tapsa boladı. Lakin hazır adamla naşükür bu ketken baxt yara. Xuday məndən köp söylədi deməklədən adamla dün naşükür. Biləsim, evvel bize adamla çıkan. Sevmimi misal. Evvel qaytın bundan bir 20 yıl, 15 yıl buruna qaytın yine. Evet. Ava 20 yıldan 15 yıl buruna qaytın yine. Gallanı köşede yuğanmız. Yuğanmız. Şlankəlede sulan səpib, kasalanı imdöp kırıp, ram isteyen savun bu arada gömgük, hemme bilədi onu. Şu bilen işgala, poltoyakla bilen. Daraqların üstüne çıkıp getip şalı tutlanıp, şu dizlerimiz kırçılıp ya şu evvelki vaxt adamladım səmimi bu. Lakin karanladan evvel bize de kir maşin bulmağan. Leyenle de yuğalla. Ata-boğalarımız, ənələrimiz kirini. Palisos deyen nersə bulmağan. Çat sıpsə de sırılğan. Evet. Pazıya adam maşin bulmağan. Lakin az karanla hemen önünde kir maşin var. Var mı öyüzde kir maşin? Palisos var. Öyüzde var mı palisos? Hemen nersə var. Lakin adamla naşükür. Şükür yok deyin. Şükür yok, doppa doğru. Hemen nersə nalnadılar. Bol yaşab oturtdular ki, misal evvelki leğenliyə, çeleklidə su qatnab, kir yuvub. Səmimi aytadı ki, evvelki adamlarını üç gəppim yaxşılab eşitdiğinədən, evvelki adamlarını üstü kir boğan, çana batıp yürgərlər, lakin bu köngül taza boğan. Hazırki adamlarını görünlər, bir adamı görəsilər üstü kir boğub yürgənini. Hazırki adamların üstü taza, iç qara boğub getken. Xuday, mən yalan gəp söylənmən ki. Editlik gəp olur. Yine bir nersə, misal, yine merdikarlıq etib yürgənlərini görəmiz. Doğru, əgər adam özünə gütük qaladı ki, yani vəcək miydi, xarıdım hayatdan, doyup gittim, özüm öldürəmən, yakmıyordurdu bu hayat. Dislek aşın vaxt astaqqana, ruhi kəsəlxanaya barınlar, onkologiyaya barınlar. 1 minut yaşaş üçün küreşip yatqan adamlar şunu barıb görünlər, şükür aytbərəslər, dik 2 ayaqda durğanlar. Doğru mu gəp? Doğru, mənim məqsunu aytamam. Heç qaçan naudandır, nalicək vaxtında adam özündən zorrak adam emas, özündən minirək adam qarab çalışdırğan yaxşıraqdan. O falan kəs mers mənə bürtdü, bu mənə bürtdü. Mən trekkerdə yürüb mən
O en ahmak adam diyişeden. O Doğru. ben trekkerde yürüpmen. Ya zato Ben oyakımda yürüpmen. Ana o kalyeskede oturupdu. Det şükür etiş gerek. Aslı şöründe ahir. Şu en qalan nersə, mən adamı hörmət edə şükür bu adam yanımda kaladan mən misal. Şunu adamla bilmirəm mən. Çünki onu negativ adamla yaxmıydım ha. Gep söz, gıybət, yəni yanında oturup kaçamam mən onun yerdən. Şu çəmbədə uzaqlaşıb getgən mən. Yanımda kurs eylengələ bir iki adam kan. Şuradan birisi mendeyim. İsab. Yakında bir istoriya koydum. Maşını yürütmen. Geçti 12 mi? Bölme moykaya barttır. Bözüm. Koşu kaytada bir şey kıl. Yazı berpta köp adamdan. Hem o enerji işliyorsunuz, hem o gülübürsüz. Ne de olası işin yerinde tuttan. Köp aytadılamam. Aslında karan, aslında yine bilmem ben bu sekret mi ya? Sekret emez mi? Sekret emez. Aytsa boladan gep. Operatorlarımız biledi bunu. Şunun moza yok. Nastrine yok, kısınıp durgan vaxtların var. Bir ağrıp durgan. Nötüyüp durasandan. Zapis ba dedi. Assalamu aleykum. Bugün bize de mehmanımız bir narsa söyleysen stop verilgenden ki ne deyip gidesi yani da. Sizden bolamış dinlerse. Mən düm köp. Mən 3 ayla batqanmağa. Kadrda bola verədi axır şunu. Da, şunu kesel vaxtımdan baxam. 3 ay mənəm stressdə, depressiyada, da, şu нәрsə. Antlarda yürüdüm. Yaman oldum. Ofisə gələmən, iş eləmə, içana girib yatıb alamam. İndi yaxşı problemlarımı adətdə amma çıxıb söyləməsədim, ağzım açıq getdi, eləstirməyəcək. Ya axır sən papa tutma, mən arxayın görünləşib otursun. Ya arxayın görünləşəmiz. Prosta şu telefonum ekran yanıb durmayın durğanı mən əsəbimiz tutdu. Atanız kim həyatın? Apam həyat var. Apanız həyatın. Atayız ötüb getən. Yox, ötməyin. Neçə tip ötmün durub həyat bulmasaq? Şu ata temasına gəndə mən düm nazik noktamdan şu нәрsə. Hop, məndəm nazik nokta. Davay gəpləşəmiz şu gəplə süpürədir. Şu amma çıxarışdım. Oynayım oturdu. Misal ata deyəndə yaşlıqdan üçün dizmi. Bizə əkəm mən 11 yaş vaxtımda getib qaldı. Şu apam kısını bürgenini görüp misal 3 yıl yok alıp gittidən. Kiçkine kızmam mı 11 yaşar? Her yılda 12 adamlık stol bular edi öydə. Hop. Şu ina iş təsəvvürətin iş üstər koyun, işin çetində stolla durdu. İbirdə qlavni adam oturuşu gerek öyünü, başı. Her yılda şöyle hiç kim oturtmaz edim, ekəm gələtdi. İşte şu yaş vaxtımız ekəm işten gəlsə erkek adam ya karanlıqda gəlsə erkek adam yemeyin gövdəsi görünədi ki, işdən karat ama uzaqdan gələdi, uxlamayın kütüb oturarım işte. Ekəm gövdəsi, yürüyüş baxut gəlsə böyle karat durarım, gələrədi ki, kucaqlab ekəm şu 11 yaşımaca ertek aytıb uxlatarədi koynanda. Çünkü şu ilıqlıq birdən yok alıb qaladı. Ekəmin kızı bomba. Ki şu canı hiç kime verməsədim ekəm gələtdi. Keyin getdi. Gəlməyin, kütkəm mən köp çakırağım var. Telefonda gəpləşməm, daş hazıram. Eki gəlin, özüm karıma, özüm bakaman. Ne olsam bizə nəmiz axı, ne dedi. Dünya gəlişimizə səbəbçi insan. Aytadı ki, cilli bolsam, nagiram bolsam, baylap bak dedi. Donquz bolsa baylap bak deyən gəp eşitəm mən. Atanı yamanı bu muydu? Da, lekin köp kütkənmək şu. Hazır alaka var mı? Ekəm öz ava, mən bilən gəpləşib duradı, lekin apamla bilən ekəm bilən gəpləşmədi. Fakat siz belə. İşte bir нәрsə aytamandan hazır. Kolejdə oxuyub mən. Çıkanım bol aradı. Belli kızlar yani tədbir boldu. Mən də saç ötüşünü yaxşı görərdim ki, əbətdə öynək getdi mən, saçımızı ötəsən çıxan yurda. Əbət vaxtı 12 yarım bir vaxtı sət. Barsaq öyündən mozalı islə çıxıtdırdıdan. O kat pişir bir tapası kuxnida. Təsəvvürətinlə öyə girib bardıq dalanına. Şunun mozalı islə çıxıtdırdı ki, saçınızı ötüb boldum, apas aytdırdı. Eken gəpləşəcək sən bilən deyib telefon vurup ki. Həyin əkə dedi. Kızım gəldin mi oxuşdan az bar yatırman dedi. İndi mən eşit tutman qurun bir dək gəp verdi ki. O katını saldı. Əkəsi girib gəldidən şunun kucaqlab bir birinin ağrıdan birgə oylayıb o katlanıb kızım deyib. Şu нәрsə bu mandan bəlkə şu üçün əkəm yaxırını mən görməyəndən ki özüm çıxıb getkən məndən öydən. Şu özüm hərəkət etəmə özüm etəmən deyib. Şunun köp kütkənməlli ki. Kız bala ata mexri gerek. Oğul bala oňuşsa mümkün ata mexrisiz əməllik getib bilsə mümkündən kız balağa ki ata mexridim gerek. Yaman köp kütkəm aşı. Bir dana arzuyum boğandan həmmə bir bütün aile oturup bir dasturxanın üstünde. Həz edib gəpləşib, misal gələdi işdən xarab, kızım nə gəp. Misal bir oxap açsam, həmmə kəsə aytadı ki, mən də şu нәрsə buma, mən heç qaçan problemam müəkkəməyəm. Apama bildirməyəm mən, çünki bizəni halal mehnət bilən bakit gələtdir qısıntırsım gəməyə. Kızına mexr bərmin durğan atala işədə ikisi gerek boğan bir nəsə badan. Mən uverim mən az alacaq cavabıma. Gözəl.
Otanızdan mehr amandan keyin köçeden mehr qidirgansiz doğrumi? Doğru. Köçede size sel azgına yaxşı gepleyen, sel erkeleyecek boğan erkeklerini atanızdan görmeyen mehrini şulardan görüp grup aytkanda yaxşı münasabetde bu geç halatlar boğanak yaşlı kızlar doğrumi? Hazır indi anlangansız yaş vaxtınızda değil mi? 15, 16, 17 yaşlar, 18 yaşlar vaxtlarınızda. Boğan. Kızı ba, kız farzandı ba boğan atalara mənim məsləhətim. Xalq ola yaş bolsun, xalq məndən ullu bolsun, xalq kiçkina bolsun. Kızlarınıza mehr bəringlər. Kızlarınıza mehr bərmədinizləmi, o kız köçədən mehr qıdıradı, birovni izənə düşüb getədi. Keyin onu urasdamı, onu sökəsdəmi, Faydası yox. Sən yaman boldun istəmi, faydası yox. Vaxtında mehrini bərk qoyunlar. Keyin özləriz söküb bilmişlər. Da. Qalanış. Mən səbi adam nəsmiz? Azqana hazır. İndi o çukurlaşıp gittik. Çukurlaşıp gittik azqana. Şu aytamandan misal, şu hiç kaçan acıraşmanlar. Her kaçan sizlere köçede tapıla denmelerse ululara. De ki ortada balla. Kıslık kömlü yarım bok kalıptan. İyisiyle ya mohatıra kalıp. Şu vəziyyət başanlar ailəyiz büyüt. Aşın nərsə. İşqıl. Əketsiyəməsi mənə üçün ağır nərsə. Mən üçün ağır nərsə deyənim. Yo, mən atam ekrana doyub iskəm mən. Bu da şükür. Yakın da yok hatta. Şu yıllar, 2-3 aylıkta. Kaç bulam. Ha. Caylar cənnətimiz. Şunun üçün hazır çərli dımam onu kabul qılıb bilgənim yox. Çıxıb getib bilgənim yox bu temadan. Evet. Hop, anacan neçəsindələr? Apam 77-ci yıl. Yaşakən. Evet. Xudaqaza 49 yaş. Yaşakən hələ 50-yəm girməyən ekan. Da. Özü oxşumu? Apam məndən xoş raylıkən. Görüş gerek ekan. Rəsmin təsəbbürsədi bir də çıxar qoymadı. Apam dım xoş ray. Apam mən tərifləb bilinməndə o baxtara. Çünki apam bizəni buğalterdən şu bizə beşara atçotlarını işləmə, təkşəşməgən vaxtı, yəni bir onun atçotu işləb bərsə şokoladla bərərdilər. Bizə kiçkinəmiz oxulamı kütüb oturarıq, apam mükəmmələn. Yapam bir dana stickers əkələrdi, yemin özü. Öyə gələddən turub süitlə yakamız stola koyarəddən stickersini bıçaqla əkib, ikiyə bölüb, birisini ükəmə, birisini ma bərərədi. Ha, apas özü yem ismi desəm, yox balam. Sizə niyə gəlirlər, izmə niyə gəlmişlər ədi. Apanı, bu anəni tərifləşə dil aciz. İnşallah verin, mən apamı nə deyibdi? Fəriştə bir, fəriştə. Nəcat fəriştəsi, apam məni öyüm, apam məni xatırcəmlikim. Apam möyünə barsam, həmlərsə yadımdan çıx gedədi. Baraman, maz vəcəm, pişirik qoyadılar. Girəm, mən o katlarım, apam biraz sohbetləşəm. Mən en düşünədiyim insan bu apam. Bu apamla birəm gəb. Nə o, bu sam apam aytamanda, apam şu doğru yol görsəydi, balam, İbi bilən yor. Buna qoşulma, ölməysən, abroyunu saqla. Çünki sən atasız öskənsən. Atasız öskən qız deyib sənin yaman gəplə gəməsin. Sən tərəfdanma, ağır batadı deyib. Qapasını yaxşı görəmən bəribir. Zor. Güzel suhbatımız güzel olub durdu mənimcə. Çünki üçün обязательно ortaqla like basıb qoyunlar, abuna bok qoyunlar və əlbəttə kommentariyada özlərinizin fikirlərinizi yazın. Videonu dostlarınıza öləşib qoyunlar. YouTube'da kanalımız taza. Poddeşki atıb barsanız da xursand bolamız. Обязательно sizə üçünəm hələ tam pullu oylanan bir nəsələni qılıb bərəmiz. Heç gərək. Zor nəsələ çıxıb. Da qılamız. Ana əsas havallara davam etədən bolsaq. Gözəl. Erkəkni bir mərtə xəyanətini geçirib balam. Yox. Xəyanətini heç qaçan geçirib boydağı. Bir mərtəyəm. Özüm yaxımsız nərsə o. Şu xəyanət, satqınlıq deyənlərsə ən yaxımsız nərsə bu həyatda. Şu aytadı ki, onu geçirib boymaydı desəm, misal xəyanət bilən satqınlığını geçirib boymaydı heç qaçan. Çünki xəyanət etməyin erkəklər. İlacı yox qonazı. Necə ilacı? Ba. Erkək çıraylı olsa gerekmi ya köp pul tapısı gerekmi? Zor savab oldu. Конечно, erkek boşu gerek. Əgər o vəllə deyirsəm, məni baxlatıb bilsə oldu. Məni düşünüb, hürmət edib, sevib, pul mühümməs axı. Misal, addi yıkılıb yatqan öydə otursamam, mən şu erkek bilən baxılıb bilsəm oldu. Əgər haqiqi erkek bolsa, o məni baxlatıb bilədi. Çünki düşünədi, öyümə qarıydı, misal, öyə girədən xalcıqını açıb qarıydı. Xaracətin var mı, yox mu ki, o hərəkət edir axı. Mən şu kız üçün işini iş etişim gerekti. Erkek, haqiqi erkek bolsa qıladı da. Çesti bax, haqiqi mujik başı gerek. Mən pılı, maşını, öyə mənə mühümməs. Mən şu insan bilən baxılıb oldum mu? Şu insan bilən çıxış getdim mi? Şu insan mənə yaxdı mı? Mən baxdımam oldu. Значит, maxaram gelik soran olmaz ediniz. Ağa, şətdirsiz.
Oho, какой geylik. Bizden ata-babalarımız eşekarada yürgen. Ekelerimiz vellede yürgen. Zappıda yürgenler. O yerden çıkıp durup, vay o, mahara geylik, 2 kanalı öy. Yok ağa, ilacı yok o nərsəni. Какой geylik. Addi şu vellede arkasında otursam, baxlı basam oldu. Karandan, misal geylik ep verdi. Geylikin içinde mən yemegen nanım yok. Yığılab oturup açma lekime, geylik dökme. Karzabat getip bu beçara kredit aladı. Böyleden karz aladı işine geylik ep verişim gerektirip keyin ömrü karz töləb ötədi onu. Mən baxla yaşap bilmirəm. Sevgen yarım yanımda bulmayın da karz töləb bildi o kuru. Doğru mu yapım, xatam ya? Doğru. Vəlli də gəl sən mənə baxla tutdursa buldu. Bana hiç nəsi yok. Avvacı yok. Pılı artık koyun. Pılınız, mənsəbiniz, cayınız, başqa nərsəyiz mənə mühümməz. Bana şu özlüğünüz, şu çiz, şu sen urgan vaxtı öyle dörpen kilodu ki, aşın bir çiz erkek hesabıdır. İştiz daxı. Aa, İştiz daxı. gelik pelik, no. Özümün karanda normal erkek. Neçə son pul tapsa normal hazır gündə? 1 milyon tapsam berekeli olsa oldu. Halalından şu ayına 1 milyon tapsın, lekin öye berekeli bozun şu pul. Pulli güzel motivator da durup bir Instagram'a süperdir. Bu ne? Şunu oytun Güzel motivator da durup. Gaz basıp çıktırsaydın. Assalamu alaikum, hürmetli patpisçikler. Bugün aile temasında sizle bilen sohbet etmemiz. Erinize karan, yuntırın, gintirin, ayaklarını masaj etin de ölgeyim ben. Raz aile teması getib durgan vaxtında indi. Aa. Her işten öyünə geldi. Aa. Nağa geç geldin. Gemini buran ucu. Ne desen, kaçan gelesen, giyenden ki nağa geç geldin. O kat isen mi yok, kanım dokat edesen, doydurıp verdi mi? Kanımın neyin, kimyan derdin, neyin gönekin tekşirgen, yeçerinde pamada yok mu? İş kılıp düşündüğünüz ne diyeceksin mi? Düşündüğün ayollara bir az gana məsləhət demiz mi, fikir demiz mi? Özünüzün şahsi fikriyiz deyilik. Məsləhət desek, sen de məsləhət veresen biz arada oturmasa da özü şahsi fikriyiz. Ben özüm şahsi fikrimle hiç kim bilen işim yok məni. Kimle o iş etsem özü çətədən. Misal sen bir iş etsiniz özü çətəs. Lakin bu ne ayalara fikrim, axı erkek adam köçən adam, erkek adam o çoğu. Kan bilen girgen o can bilen çıkadı ucu. Misal sen şunun ki, baxtiyarayla, misal erkek adam erkekle köçən adam bol, ola dabı çık, misal pul tapışı gerek. De mazgisini itelep kaytan abarot isle, del de berinle, enerjisi bolunla, həzzət sevgin yarı bolunla. Şunda kan erkek ki, bundan sonra enerjiye doladıdan, hatıncan sana büyüne, yani $500 büyüne sana pul, yine sana altın. Həzə bir şeydir erkek. Lakin onda hep ayallara mən bir nəsə də bilinməyə. Çünki mən hələ bu dərəcə yetməyəm, mən məli yaşma şapbatdın qızmam mən. Əgər bir 50-mə girib 60-ma girsəmədi, jab oturub bir önümə romallan ora. Axır balam, olayım da etişi gerek, bunu da etişi gerek. Lakin bana məsəz bir məsləhət veriş. Lakin özüm şəxsi fikrim, erkek adam erkin koyuş gerek oldu. No sahada bolsam, misal biznesmen bolsun, kurucu bolsun, liba nomerdikar bolsun, erkinlik veriş gerek oldu. Erkek adamlar hemşe erkirlik. Onun da kısan hep çıkadı uyumun düşüklerden. Fortuçkası varmış erkek adam. Şaşırmayın, hezedi başlanma, uğraşmayın, kırışmayın. Özü 5 günlük hayat. Büyük bombamız mı, erten yokmuz mu? Şu için. Podcast zor bop durdu, güzel gen. Biz ana patpisçilerimize şu Darital'dan bir blok padark etsek. 1 litrlik Darital yağından bir blok padark etemiz. Kimedir omadlı adama bu için siz içip oturgan dersen ne ekenliğin tapışları gerek. Ola mı? Kreatif savol. Ne ekenliğin tapışları gerek. Brendi bilen da prem şunu falan brende değişti. Paran napetit ettirip mi? Ben tanıqalla bilet ne içip oturganım. Yani. Lakin bu çizsin Darital yine beraber daha beraber. Lakin yağamaz. İşte ne ekenliğin birinci oturup komentariyada yazgan adama bir blok Darital baxta yağını beremiz. İçkeken Darital yağ. Zor. Tamam, içki ödüyüz. Ooo, yağamaz. Yorastırım, hakiki görüngene, maqtaş emas. Ne desem, hami manasız emas. İşletip görgenmiz. Ava, 2-3 mərtə işletkemen. Çünki axı pastelini Daritaldan xarac edəməm. Darital supermarketdə rastdan xarac edir. İlk ödə alas pastelini. İş amasız kartını al verəcəm mi məndə Darital? Şey kimi? Yemin verəcəm. Hə, cashback kartam. Əlbəttə, ucu 100 min somunu şunun bak getdi. Kız balans son piyasında tərtib olmadı. Daritalını ne o derdi? Cashback kartı. Cashback kartı sanma, 100 min somun kesem oldu. Kartarlayı elini istediydi, 1% ötüb duradı. Demek, ne için Darital, ne için dese bu ortakla gödürülgen, iyisi yok. En muhimi tabii. Yani adamın sağlığı için zarar yok da mı? Da, naturalni bak. Yaş ballaram, həmmə özü, bütün ailə üçün tavsiyə edilir adamlarsa Darital baxtayarı. Gözəl yana içməm oturdu.
Asa getdik. Bir blok 1 litrlik Doritos paxtaga padar ketamiz. Go'zalni ichib o'tirgan narsasini topgan adama kommentariyda. Men Danhalla yazinglar, gördüzler. Instagramda. Ama Instagramda lekin bu. Instagram, YouTube'da emas, Instagramda bu. Instagramda şu 40 pişörünü Instagramda koyamiz. Instagramda doğru tapıp kalamiz, şunu padar ketamiz. Conor McGregor'ni oturib dinlab. Хорошо. Aha. Blitz savollar. Ava. Blitz sudar no dedi. Tez, ava yok. Qisqa javob berib ketaverasiz. Tamam. Sevgimi yoki pul? Sevgi. Rashq. Bu sevgini belgisimi yo ishonchsizlikmi? İşansızlık. İşanmandan yine düşse bu sevgi video toşa. O'zganing spormeroq narsa. Rashqdan no ya damaş ketgan joyi ishonchsizlikda, to'g'ri. Da. Birinchi urushgan vaqtda kim yazsin? Erkakmi ayol? Erkek конечно. Ne uchun erkak? Ha çünkü erkek o ayoldan bir pog'ona üstündür adı. Хорошо. Hamisha erkek elinde yurishi kerak. Çünkü ayol kishi arkasında ne bir idah. İkinci imkoniyat bergan bo'larmidingiz? Yok hech qachon. Geçirish oqsatmi yo unutishmi? O'ylantirib qo'y Tuzkayım. Geçirish ansatmi yoki unutish desa men misal birov ko'nglimni og'ritsa, netsa geçirdim demandan ketib qolaman lekin Sevgi temasında. sevgi temasından. Sevgen adamınızı geçirish ansat bo'larmidi size yo unutishmi? Ko'nglingizni og'ritib qo'ydi. Qattiq og'ritib. Geçirish ansat bo'lar edi. Chunki iberdakan xotiralar, yomon narsalar hech qachon unutilmaydi. Yaxshi Geçir. narsalar Bo'lmaydi o narsa bo'lsa, geçirib qo'ymaydi. Narsam bo'lsa qiynalib unutar edingiz. yo'q. Bir gap aytaymi Baxtiyara? Allah geçiruvchi. Bize bir oddiy bandamiz. Geçirdim deb qo'yasdan baribir iberingda qoladi. Unutish qiyin lekin. Iberdakan azoblar, iberda qolgan yani o ichamdagi qora narsalarni unutishdim qiyin. Geçirdim deb kulib qo'yaverasiz. Bugun yuragingiz bandmi? Hozirgi gullada. Hali yo'q. 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 Hayotingizdagi eng katta saboq. Bir gap bilan, bir so'z emas, bir jumla bilan. Hayotda eng katta sabak arkamdan urilgan pichoqlar. Rasmini anglantiradi. Da. İshonmaslikni o'rgatadi odamlarga. Конечно. Yo'q deyishni o'rgatadi. Конечно. Bizning shu sadochiligimiz eng katta aybimiz. Dada yomon ham chiqasan. Конечно. Shuni e'tibor etmaslik kerakdan. Aslında ketib qolish kerak menlarni. Tasavvur eting, kim bilandir sevishdingiz va ajrashdingiz va u sizga do'st bo'lib qolishni taklif etdi. Qabul qilarmidingiz? Agar o'zim yaxshi ko'rgan inson bo'lsa, men unga ko'ngil qo'yib, yaxshi ko'rsam albatta. Agar men uni yaxshi ko'rmasam, yo'q, Baxtiyara, tip kerakmaydi. Gitsin yo'lunda, umuman yontoshmasinman. Agar men yaxshi ko'rgan bo'lsam, men yaxshi ko'rgan inson bo'lsam, biz ajralamamiz axir. Chunki o'zim xarakterimni bilaman-ku. Vam to'shi mening jil bo'lishi kerak axir. Tushundingizmi? Shunda men boqlashim. Agar meni bir narsa desa, yuqorida o'tirgan odam yoqmaydimi? Ruslarda bir gap bor-da. Два дебила это сила deydi. Tushungan kommentariy yozib bersin shu gapimni. Sizni jahlingizni eng tez chiqaradi o narsa. Men denim etmaslik. Eng katta qo'rquvingiz? Yo'qotish. Yaqin insonlarimni yo'qotish. Oxirgi marta qachon yig'lagansiz degan savol bor edi. Menimcha unga shart emas, hozir yig'lab berdingiz. Yo'q, shuni aytaman. Yana yig'lab o'zing. Baxtmi? Xotirjamlik. Baxt deganda, ina siz birovga keraksiz, to'g'rimi? Sizga kerak odam ham siz keraksiz. Ana shu katta baxt. Xo'sh yaqining bo'lsin, xo'sh do'st yoring bo'lsin, xo'sh ota-onang bo'lsin. Sen unga kerakmisan? Vam sana kerakmi shu katta baxt. Bir kunda chekli vaqtingizni Instagramda o'tirasiz. Dim ko'p og'a. Dim ko'p. 1 milliard so'm evazini 1 yil Instagramga girmay qo'ygan bo'larmidingiz? Ma pul muhim emas, ma shuna Instagramda zedi video ko'rib Auditoriya bilan muloqoting. Da. Sizningcha ayol ko'proq sevadimi yo erkakmi? Erkek jolly sevadi og'a. Erkek shu darajada sevadi. Bir sevsa, даже oynam berib biladi. Yo'q narsani, iloji yo'q narsani yaxshi ko'rgan inson uchun aytadi. Ajralish mag'lubiyatmi yo yangi imkoniyatlarmi? Yangi imkoniyatlar. Chunki o'zim men har xil yo'lni bosib o'tganman axir. Bu oxirgisi. Aha. Boshidan 15 yashar, 16 yashar bo'lib qoldingiz. Yoshlarga chiqdingiz? Men 20 yoshda. Boshidan 20 yosh bo'lib qoldingiz. Turmushga chiqqan bo'larmidingiz? Yo'q. Karyera etgan bo'lar edim, biznes etgan bo'lar edim. Keyin qachon bir o'zim mening nima bo'ladi, fundamentim bo'ladi, hamma narsam bo'ladi, keyin chiqqan bo'lar edim, farzandli bo'lar edim. Chunki o'sha hamma narsa yetarli, urush kirish bo'lmaydi. Kallarik bo'lmaydi. Hazati erim bilan Maldiv, Dubaylarga ketib yasharadim. Zo'r. Xato men fikrim. Siz uchun to'g'ri. Yana kim uchundir to'g'ri. Yana kim uchundir xato. Men bu yerda to'g'ramda emas, xatomda emas. Men savol beruvchiman. Ava. Sizdan hech kim so'ramagan. Lekin odamlar javobini bilishi kerak
dep hesaplagan nerseyiz bolsa aytyp bey. Men ne hiç kim soramadım. Mesela üçün ben soramadım sizden o savalını, lekin sizinki adamlar bilisi gerek şunu. Ne olur, açışız gerek. Zor gap boldu. Adamlara indi men dursam birovni meslet beri uni yaşdamasman. Indi prosta içimdeki gaplardan bu. Eğer baxtlı yaşayacak bolsanız, yana aytdım bu narsani. Hiç kaçan birov bilen işiniz bolmasın. Birovning hayatına kızıkman. Özünüzün hayatınızı güzelleştirin. Nolsam yakınlarınız devresinde zətib oynayıp gülüp yaşayın boldu. Bax şunu mesela aytasım gelir düşünürsən adamlara. Mesela ne köp adam boladı ki vuvun deptirdi, men de ne çünkü hem işi şükür köpeysin adamlarda. Boldu men. Lekin bunu nemes men birov akıl getib, doğru düşününlə məni. Men akıl getib netəsim yox, yakmıydam. Ya bir nerse kayıt gitti durum. Size yakmıydı o nerseler. Yakmıydı o nerseler indi no tamam no. Mesela üçün adamda yakmıydı o nerseler. Kim dedi? Oh. Baxt yaram şöyle düşünüp tutaq dik damardan. Aytayım mı bana insanda yakmıydı o nerseler bu gıybet, satqınçılıq, ferasetsizlik, xiyanet. Dümyaman görəmən şu nərsələrini. Ben güzelini topoya çıkaracaktım. Yok da lekin güzelini Bert Tugan cevaplarındaki resmi oylanıp kabul etme. Oylantırdım hangisi? Oylanıp kabul etme resmi. Her bir aytqan cavabım oylanıp kabul Eminliyim. Emin de düşündü. Böyle şohrak, oyuna bırıprak cevap veredi de kütken yerimde ciddi cevaplarını verdiniz lan. Şundayız mı? İşin desem doğru olarak rastla. Adam axı eksi məni güldürğanı bilən, onun arkasındakı özünü heç kim bilməydidən. İçində döyəkin teyində nə olub yaptı heç kim bilməydi. Ya gülə su kuyulğan sayın baxlı bob, açılıb, yeşniydi ki damaraya gedədi. Su kuyulmasa içindeki dərdləri bilə tarədi sonra. Çünki mən dərdimi onu da çıxarasım gəlmədi. Prosta splen почти 2 yıl oldum da nismənən. Çünki splen откровенно yazıb günləşib oturtmam. Podkast dediniz ki prosta podkast. Lekin özüm xarakterim çox qızman. Ucu mən danıqalla bilədi. Xuday şu derecede danışıp bilişin ki. Şunu ayttıp mı? Dostlarım köp, hem izdim yaxşı görəməm. Adı belə aytsam ucu bak gedədən. Hem mən yaxşı görəməm Radnoyla. İşi gəppimdən bilədilər. Cigerim Radnoyla. Vapşı köp məndə dur. Kızlardan kimi çakaramız podcastda? Oxu mən. Kommentariya yazsınlaşın. Kommentariya yazsınlar. Əgər qaysı kızını köp bilgiləyib, köp atmayıb getsələr, şunu çək. Kuru kızlarına bəs öz umman. Kimni keyingi safar mehmanda görüşünü xahlıysa, onu обязательно kommentariyada yazıp kaldırınlar. Gözəl sizlərsə təşrifiniz üçün, səmimi suhbətiniz üçün, bizlərə şu içinizdəyi bu nərsəni döküb saçqanınız üçün rahmet aytamız. Dım zor suhbət oldu. Обязательно like basınlar, kommentariyada özünüz fikirlərinizi yazınlar. Kanalımıza abunə olub qoyunlar, videonu həmə danışlarınıza yüyərib qoyuşunu unutmayınlar. Mən indi axır gəppim. Yəni YouTube, Instagram, küzətçilərimiz bizlərə abunə bolğanlar. İndi məsəl bizə yaxından ki abunə boladılar ki, doğru mu? Həmməyizdən yaxşı görəməm. Neçə abunəçim, xotina baxtiyaram abunəçilərinə YouTube'da. Həzz etib güzətçi davam etіңlər. Çünki indi bir anda koru həzlik, vəsəli söhbətlər, dərdlər, o şunu həzz etib adamın içindəki nərsələrini bilib alasıladan. Lakin şuna aytdıq qoyun, abunəçilərim həmməyizdən yaxşı görəməm. Ya yerikdən ötüb verəmizsən? Qaysını? Ya gəpləşəcəyimiz. Bizə gözəl bilən Xuda xalasa icadi həmkarlıq başlayatırmız. Kandidatları yamanlarını kütüb qalınlar indi işanəvəriklər. Dum yaman boladım. Hazır bir-iki ideyələrini oyladık. Şöyle özündə ucumündən getdik arasak bizə bir-birimizə gerek adam ekənimiz, işçimiz. İcadkar da. Mən şu nərsəni yaxşı görəməndən, şu icad edəsim gələdi məni. İçimdən bir özlə çıxadı, ideyələnlər. Lakin hava ibişini etəli, tur ibişini etəli deyən adam yox mənim yanımda. İndi baxdıyara, Xuda xalasa. Mən az qana qatda onu deməm lekin. Davay diverəm lekin. Koy seyirdə. Yok, bu nərsə yox. Ağam icadkar adam. İşte ikimiz hem icadkar adam, ikimiz bir gələsib işləsinə reza qılıq. Bəlkə bu podcast salı montajı kaçan bitədi. Onca ucu Instagramda reelslarımız çık gedər aytıb olmadan. Lakin Xuda xalasa şunu niyyət qıldıq. Aytqanımız deyin, sizlərlə hamınızı yaxşı görəmiz. Xuda xalasa bu başlanışı bundan zor etib durub podcastlarımızı hələ qılamız. Zor mehmanlarımız çakıramız. Hələ bilinmən, bəlkə podcastımızda anonsunu özgərtirib durub 2 başlavçı bir mehman etib qoyamızmı? Şunun nəyəm yox emas misal üçün? Bir başlavçı, 2 başlavçı bir mehman etib durub. Başıma baxdıyara oynatmayın. Bu nəsə bu keçsə mümkün. Buradan soramız ki. Конечно. Buradan soramız. Şeydə etmək iş podcastda biz kan necəsə bu ketən nəsə. Əlbəttə. Aytdım ki, nə olursa şu nərsəyə yazınlar qalı. Bəlkə podcastda başlavçıya, ikinci başlavçıya gözəlini təklif qıladığən bolsaq fikirlərinizi yazıb qaldırınlar. Yazıb daşanlar, yazıb. İşana verin azap bert taşıma,
Şunu savollan Bert Daşiman. Baxtiyar Ayşan öyle. Uşa hali mən sizə qaran. Mən sizə cavab verib sınav oylantırdım, doğru mu? İndi bu savollarımı görüp adam 3 dakika qaladı. Dep. Götük qaladı orgu dünyalar üçün. Operatorlar həmməyə rəhmət, sağ salamat bolun da. Yaxşı görəmiz əmməyizlə.